Selamünaleyküm əziz və hörmətli dostlar, çox xoş gördük. Umarım ki, keyfiniz sazdır və ürəyiniz də sağlıq, salamətlliklə doludur. Ərz edeyim ki, mən dünənləri biraz geç gəldim və fizioterapidən zaddan çox çəkdi. Geç gəldim, amma 5 səfər oxudum. Sonra gördüm ki, nədir oldu? Hər halda getdi, aradan getdi. Bu günləri qeyd etməliyəm. Bir də dünənləri oradan istirahat gün qoymuşduq. Oradan oxumaq məcburiyyətindəyim. Kitabımızın adı Hünər-i Cəngidir. Son Tizo 2000 ya 3000 il bundan qabaq yazıbdı. Çinli bir adamdır və deyirlər yazıbdı. Yəni biraz çətindir bu yekağda kitabı. O zaman yazmış olsun. Həsən Dökür Həsən Həbibi rəhmətlik deyək bu kitabı tərcümə eləyibdi. Tərcüməsində çox əl aparıbdı və bir dənə irad ki bəllidir. O da budur ki, əvvələn kitab İngiliscəsi 100 səfədir, bu farscası 203 səfə. Bu buradan göstərir ki, çox əl aparıb içinə. İkinci irad budur ki, o yerdə ki öz fikrin yazır, orada demir ki, bu mənim fikrimdir. Hamısı nəzərəcə, ələn biz burada nə oxuyuruq, deyirik, bu hamısını bu Santezo yazıbdır. Amma o halda ki, o cür deyil. Üçüncü irad ki, mən görmüşəm, o da budur ki, o yerdəki türk adlarına, türk hakimiyyətlərinə işarə olur. Onu elə yazır ki, türk olmağı bəlli olmasın. Və bunun təhriflərindən hamısı bu 3 dənə irad ki, əsli əsası iraddılar özləri də. Bunları dedim. İndi biz 61-ci səhifədən 4-cü fəslin əvvəlindən başlayırıq və sürətlə gedirik. 4-cü fəsildə amadəci hazırlıq. Dostlar, geçənki bölümdə savaşın özün dedi. Yəni, geçənki əvvəl 2-ci bölümdə ruhsal savaş, cəngələvani üstündə getdi qabağa. Üçüncüdə bir az savaşın özünə görə danışdı ki, stratejilər 7 cürədir və siz bunlarda hansı olanda nə cür eləməlisiniz? 7 cürə ordu gücü ilə meydana girmağın stratejisini dedi. Sonra da dedi ki, fərmandehlərlə hakimin arasında olan rabitə nə cürdür və əgər bu rabitələr filan cür olsa ordu sınar. O bizə çox önəm daşımır incilikdə və orduya lazımdır. Amma bizə o şey ki, biz Güney Azərbaycanlılara çox lazımdır. Düzdür, onları da bilmək lazımdır. Amma bizə daha çox cəngi rəvani, təbliğat rəvani, şüstəşuy məğzi. Bunlar o şeydir ki, mən farsların dedim, onları dedim. Beyin yıxama, ruhsal savaş ya psikolojik savaş, media savaşı ya sosial şəbəkə savaşları, bunlar bizə Güney Azərbaycan çox önəm daşır. Ərz edeyim ki, indi bir Güney Azərbaycanlıların besavadlığından biraz deyim əvvəl. Mən özüm, məsələn özümü mütaliə əhli bilirəm. Məsələn, baxın, romanla, çertinlə, pertinlə beynimizi doldurmuyor. Romanda mühümmüdür, demirəm mühüm deyil. Amma biz onlar için milli hərəkətə çalışırlar, onlar o cür kitablara çox girişməməlidirlər. Önəmli kitablara. Məsələn, mən Ukraynanın savaşına baxıram, televizyonla, görürəm ki, mənim nəzərimdə bir dənə nəxşədir orada. Nəxşənin dövrəsini də qəşəng bilmirəm, adları da bilmirəm, savaş nədir gedir, fəqət bilirəm ki, yox, bu deyil. Mən televizyon bu günləri, bu 3-cü gündür ki, Türkiyə televizyonunun əgər iştibah eləməsəm ATV-yə baxırdım. Bərnamənin adını desək satırlar arası bir bərnamədir. Cəlibdir, burada 4 dana, 3 dana mütəxəssis gəlir. Nəxşəni qoyur ora və Rusiya bu günləri nə işlər gördü Nəxşənin harasında? Nə var orada? Bunları bir-bir stratejik olaraq bəhs edir. Yəni biz onda görürük ki, biz əsən mən özüm, şəxsən özümü deyirəm. Mən orada gördüm ki, əcəb besavadam mən. Yəni biz heç də dönkeşməmişik, ağa.
Bizim adamlarımız Güney Azərbaycanda nəqşəni qoyarlar, o cür deyərlər ki, bu günə Rusiya neynədir, haralara getdi, orada nə var, niyə ora getdi əslən? Bunun stratejik əhəmiyyəti nədir? Biz bunları bilmirik. Biz sadəcə, Ukraynalar difa elədilər, Ruslarmış. Yox, bu xəbər deyil. Bu, məmuli, normal adamlar üçün əslən dərdə də dəyməz. Yəni, baxın, o xəbəri bilməyək bizə nə faydası var? Nə dünyamıza faydası var, nə axirətimizə. İlla zərər ki, ruhumuz mərizləyəcək ki, okey, vurdular, filan, baxma. Amma əgər biz bunu stratejik bilək, ya örgəşək. Mənim pişnihadım əl-an dostlardan budur ki, sətirlər arası proqramına gündə qulaq asın. Bu zamanlar olur, bir saat yarım bundan qabaq başlayır, bir saat da bundan sonra qutarır. 2 saat yarımlıq, 2 saat 20 dəqiqəlik fikir edən bərnamədir. Arasında agahisi var, xəbəri var, ona görə uzun çəkir. Yoxsa bərnamənin öz əgər kamil şey eləsələr, şayət 2 saatdan da çox az olar. Amma bizə o önəmlidir. Çünki biz Güney Azərbaycanı gərək belə düşünək. Güney Azərbaycanda bir nəfər, xüsusən milli çalışan, millətçi bir adam, dilçi bir adam gərək o cür düşünər. Bir şey də dünyanın istirahat gün mən dostlara dedim ki, dili pis örgədirik və o haqda mən indi telefonumun, bilmirəm, əlbəttə bunu istəmirəm, bir ayrı telefonum var idi, onu da hara qoydum, cəlibdir, tapamıram. Düşüb yerə. Məsələn, mən dil o məsələsində ki, deyirdim, pis örgədirik, diqqət buyurun, dostlar, biz Güney Azərbaycanda millətimizi dildən yoruruq. Dil müəllimləri dildən yorurlar. Mən özümü misal vurdum dünənləri, indi də mən gördüm bir yerdə, əgər bunu tapa bilsəm, nə mənə dil nəmənəsi idi bunu, əgər tapa bilsəm, görüm adı olsa, çox gözəl olar, bunu mən əd elədim ələn, baxdım da ki, görüm bunu mən şey eləyim. Məsələn, gəliblər, mən ki dil örgəşirəm, mənə hangi kələmələr sona gələr, əvvələ gələr, bunlar əslən mühümdir, bunları deməyək biz. Böyük adam ki taza gəlir, bunlarla yormayaq. Buna əlifbanı örgədək, kəlməni örgədək, nənəmizlə, bacımızla, qardaşımızla, ərimizlə, arvadımızla, uşağımızla, familimizlə, yoldaşımızla nə cür danışırıq, o danışıqda nə cür yazaq onu örgədək. Ondan qalanı keçsin, olar ki, ədəbiyyata əlaqələri olar, dil qanun qaidələrinə əlaqə olar, kurslərlər çox açalar, onlara dəstəyək. Yoxsa bizim işimiz çox sadə eləməlidir dili. Məsələn, əlifba, fars dilindəki nə cür yazırıq ərəb əlifbasın, elə onu deyək ki, bununla yazılan belə olar. Latinə ilə çevirsən, latin hərfidə də bunun müadili budur, bunun tayı budur, tay türk deyirik da. A-ın tayı budur, ən də tayı budur latində. Bununla da belə yazarıq. Hərflər dəyişir, amma ağızdan çıxan kəlmələr dəyişmir. Hər halda məncə bunlar çox şeydir. Kaş mən eləyə bilsəydim, onda da əlbəttə biraz çətindir, onu indi danışırıq. Ərz edeyim ki, biraz dili sadə eləsək millət rahat örgəşər və çox iltisaqidən filandan danışmayaq. Teorilərdən danışmayaq. Japonun dili, Çinin dili, nə bilim, dünyada dillər necə, bunları ötürək geçsin. Biz insanlarımıza sadəcə cümlə, bir dənə kəlməni nə cür yazarlar, o kəlmələri necə bir-birinin dibinə qurarlar, yazıb qoyarlar, onlar cümlə. Fiildən də danışmayaq, faildən də danışmayaq, məfuldan da danışmayaq, sifətdən də danışmayaq, bunlardan danışmayaq. Hələ fiilən əvvəldə biz dili yazmağı örgədək, sonra çox rahatdır. Bavər buyurun, bir nəfər ki, birinci sınıfı oxuyubdur, əvvəl ibtidaini oxuyubdur, əlifbanı başarır, fars dilində yazdığımız əlifbanı başarır. Biz o adama 2 günə türkcəni yazıb oxumağı öyrədə bilirik. Bu qədər dil sadədir. Amma dili çətinlətsək, dedim mən, sabahları hətmən, əgər ömür olsa, bir dana o saytlardan heç olmasa nümunə üçün, görüm, əgər bunda telegram açıq olsa, telegramdan görsədim, böyük ustadlardılar, amma mən yorulam. Mən şəxsən 57 yaşım az qalır geçəm və ərz edeyim xidmət sizə ki,
qalin qəyim kitablar oxuram türkcədə. Latincəndə zorla da olsa oxuram azdan çoxdan. Farscanı oxuram. Mənə dildən danışanda o dostlarımız ki, dil dərsi deyirlər, onlara danışanda mən yoruluram və getmirəm. Yəni bir cələsədən izafə getmirəm. Hə, mənə desələr ki, gəl, məsələn, türkcədə, məsələn, Taha, cənabları, Eyvaz Taha. Qabaqsan bir mətnlər yazırdı, mən ya hər kəs bir qələt yazıbdı türkcə yazanda, onu düzün yazırdı ki, nədir bunu yazarlar. Mən oradan bir dünya söz öyrəşirdim. Ona edit deyərlər, o editdir, o dil deyil. Onu gərək indi öyrətməyələr. Hər halda çox gözəl olar ki, dili sadə öyrədək, əlifba ilə nə cür bir kəlməni yazaq. Məsələn, istirik türkcə deyək ki, mən indi burada bir kağız tapsam, onun üstündə şey yazsam. Deyək ki, məsələn, mən ana dilimi sevirəm. Qutardı. M-la, n-dur da, elə həmandır. Bunları qoyacaq olacaq mən. Ana, a, n, a, dilimi, di, di-i, l-i, m-i. Bunu öyrədəcək insana. Bunu oxuyacaqdır, bunu yazacaq, ondan sonra deyəcək, mən ana dilimi sevirəm. Mən fars dilindən xoşum gəlmir. Elə yazacaq, mən fars dilindən xoşum gəlmir. Yəni, danışdığımız sözü yazacaq. İndi burada feil harda durar, fail harda durar filan, bunları ötürəcək. Bunlar o adamlar üçündür ki, dillə istəyirlər, mütəxəssis olarlar. Biz istəmirik dildə mütəxəssis, biz istəyirik dili yazaq. Hər halda buradan geçək. Çünki bunları dünən də demişdim, istədim bu günlərdə deyəm, amma bunun latincəsi də eyni o cürdür. O adam ki, ərəb əlifbasını bilər, onu bir gün ya 2 gündə latin əlifbanın öyrədəcəksən ki, nədir? Ondan sonra da götürəcəksən, o latin əlifba ilə yavaş-yavaş yazmağı öyrədəcəksən. Tıqqılı cümlə deyəcəksən orada, mən məsələn, mən yox. Gəlin, Həddad Adilin Azərbaycana girməsinə etiraz edək. Bir dənə bu cümləni hamıya yazaq. Gəlin, Həddad Adilin Azərbaycan torpaqlarına girməsinə etiraz edək. Bunu yazacaqsan. İndi burada x yazılır, q yazılır, bunları bəhsə girməyək hələ. Əvvəl budur ki, bu insanımız yaza bilsin. Elə ki, 1-2 ay yazdı, ondan sonra çox rahatca bu dili gelib doğrusunu da öyrəşəcəkdir. Hə, bizim məsələn, x axirdə gəlir, bu ola bilər, qaf olsun. Bunlar qalsın sonraki mütəxəssis bəhsləri. Gedək 4-cü bəhsimizi başlayaq. Hazırlıq, amadəci, hazırlanmaq. Son tözü deyibdir. 1. در ازمنه قدیم جنگاوران زبردست نخست خود را شکست ناپذیر می ساختند و سپس منتظر می ماندند تا دشمن آسیب پذیر گردند. Deyir ki, əzminə qədim geçmiş zamanlarda, geçmiş çağlarda, zamanı dünəndə dedim, dünən ötürək. Çağ bizim zamanda işlənir, türkcədir, zaman ərəbcədir, farsca deyil, biyol. Deyirik ki, axşam çağı gəl bizə qonaq. Axşam çağı gedək filan yerə görüşə. Sabah, səhər çağı gəl bizə kəlləpaçiyə. Nə bilim, nahar çağı gedək filan idarəyə başvuraq. Ya gedək banca başvuraq. Məsələn, burada çağ işlədirik. Əski də olur qədim. Biz hətta məsələn qədim uşaqları pamperzindən filandan bağlamazdılar. Əski ilə bağlardılar. Əski yəni köhnəlmiş parçalarla bağlardılar. O da onu gətirir. Əski zamanlarda, əski çağlarda savaşçılar, zəbərdəst deyəni onlar ki, təcrübəlidir, elmlidir, ağıllıdır savaşda. Zəbərdəst bunlardan ibarətdir. Bu ağıllı, təcrübəli savaşçılar nə edirlər? Əvvəlcən özlərin şikəst napəzir edirdilər. Ordu olaraq ya fərd olaraq. Güney Azərbaycanlar əvvəlcə özlərin immün eləyirlər, məsuniyyət qazanırlar. Nə cür? Gərək biz bilək ki, bizim beynimizi nə cür yıxıyıblar? Biz onlardan nə cür qutara bildik? Mən dedim, bu fars kitabı oxuyuruq. Hər cümlədə deyim ki, bunların hədəfləri, bu kəlmələrin dana-danasından hərəsi bir güllədir, vururlar mənim zehnimə ki, mənim beynimi yıxıyalar.
Mən bunu oxuyanda nəqd ilə oxuyacağam. Qutardı getdi. Bundan sual soruşacağam. Bu niyə bu kəlməni qoyub burada? İndi mən burada bir neçəsini vuracağam, misal vuracağam. Deyir ki, əvvəl bunlar özlərin şikəstnapəzir elərdilər. Yəni, baxın, məsələn, deyək, sərbaz neyinər? Hər gün gərək təmrin eləyə, məşq eləyə. Təmrin də ərəbcədir, türkçəsi məşq eləyə. Məşq eləyə, dağa çıxa, qaça, hoppula, düşə, divardan aşağı, nə bilim, yük daşıya, filan eləyə, bəhman eləyə, ta bədəni savaşa hazır olur. 10 gün siz tərpəşməsiz, 10 gündən sonra çıxsınız, dağa geçsiniz, xamlarsınız. Sərbaz xamlamamalıdır, savaşçı xamlamamalıdır. Ondan sonra tüfəng atmaqdır, ya qılınc vurmaqdır, bunları gərək məşq eləyərlər ki, özlərin inanalar. Həm ruhiyyədir, baxın bu ruhiyyədir. Əvvəl ruhsal inana ki, bax, mən şikəst yemərəm, mən məğlub olmaram, mən düşməni yıxaram. Düşmənin boyu da mühüm deyil, çoxluğu da mühüm deyil. Mühüm budur ki, mənim ruhiyyəm bu cür düzəlibdir və bədənim hazırdır. Mən lazım olanda vuraram, öldürürəm, lazım olanda qaçaram. Bunu gərək, bu cəhətdən olur sındırmaq ruhiyyəsi. Şikəstdə türkçə deyirik, yenilmək, yenmək. Mən birin, əgər şikəst verirəm, ona deyirik, yenildi. Mən yendim onu. Diqqət buyurun. İndi, və səbəs müntəzir mimanən ta düşmən. İndi ki, özümüzü məsuniyyət qazandıq, ruhiyyəmiz düzdür, təmrinlərimiz düzdür, dilimizi, indi Azərbaycan günü yazmadım, dilimizi örgəşdik, yazmağını başardıq, örgəşdik, sadə yerdən başladıq, ta gedək görək, axırda hara gedir. Ondan sonra görürük ki, neynəmədi? Gözlük düşmən iştibah eləsin. Çünki o da özünü hazırlayır. Bax, bu burada demir ki, biz özümüzü hazırlayırıq, həm ruhi, həm cismi. Bəlkə deyir ki, savaşçılar özlərin yenilməz elirlər. Özlərin yenilməz, eləm ki, deyək ki, mənə ox batmır, bir təmrinlər elirəm bədənində ki, mənə güllə batmasın. Bu yenilməzlikdir. Amma tək mən bunu eləmirəm ki, düşmən də ki vardır, o da bu işi görür, farslar da bu işi görürlər. İndi nə olur burada? 2 nəfərdə hər ikisi istəyir ki, yenilməz olsun, şikəstnapəzir olsun və sonra indi nə cür məsəl o birisini sındırar? Sındıra bilməz. O da burada gözlür. O xəta eləsin, o iştibah eləsin. O bir dana bir işdə ya bir mövqeyyətdə qərar tapsın ki, zəifliğa düşsün. Biz onu yox. Məsələn, mənim yadıma gəlir, biz uşaq idik, kətdə böyüklər bizi salırdılar bir-birinin canına, gülürdülər. Nə cür edirlər? Gəlin gül əşin, ay balamdır, gül əşin görək kim kimi yıxacaq. Məsələn, məndən deyək filan kəsi, məsələn, salıblar güləşməyə. Mənim zorum çatanda ona görürük ki, dardan biri məsələn barmağı ilə, əli ilə, ağacı ilə mənə bir badalaq verdi. Badalaq ildik. Bunlar ikisi bizim orada işlənir. Çox badalaq olurdu. Bu adam məsələn ayağı züyüldürdü məsələn. Təadülü dəyirdi bir-birinə, o birisi buna qələbə gəlirdi. Ya təadül icad olsun, o məsələn tezi yıxmasın. Bu vəziyyətdə hər halda o adam ki belə elədi, ona bir dənə şərait yazıldı ki, o bizim üstümüzə gəlsin, ya biz qazana bilmirik. Şikəstnapəziriyə mərbut be ma. Bizim şikəstnapəzirimiz və şikəstpəzirimiz, yenilə bilməyimiz və yenilməməzliyimiz özümüzə bağlıdır. Düşmənə bağlı deyil. Düşmən təbii ki istəyir bizi yenilsin, yensin, şikəst versin. Amma bu ki biz özümüzü şikəst yiyən eləyirik, ya şikəst yeməyən eləyirik, o bizə bağlıdır. Biz özümüz dilimizdə, tariximizdə, ədəbiyyatımızda mədrəsə zot quraq. Dövlətdən gözləməyək ki. Çünki o düşmən ki gəlməz məni gücləndirək ki, gedəm onu yıxam. Düşmən bilir ki, mənə fars dilini, türk dilini gücləndirsən, fars dili yıxılacaq. Əmələn də bunu deyir, teoride də deyir, 100 ildə görsədir. Biz ahmaq olmamalıyıq ki, inanaq ki, o bizə dil verəcək, mədrəsə verəcək, müəllim verəcək, kitab verəcək. Bu bir ahmaqlıqdır. Bu bir ahmaqlıqdır. Qanun əsasını icra eləyəcək. Baba, niyə icra eləyəcək? Mənə dəlidir axı. Dünyanın harasında bu işi görərlər ki, bir millətin hər şeyin əlindən alandan sonra gələrdir, sonra deyərlər ki, mən verirəm bu barədən, sən gəl, güclən məni yıx kimi. Şikəstnapəziri, yenilməməklik bizim özümüzə əlaqəsi bağlar. Biz özümüzük ki, nə cür özümüzü yenilməməz edirik. Və asibpəziriyə düşmən mərbut və düşmən است. Əgər düşmən, baxın, indi biz bunun düşməni yox,
Bu bizim düşmənimizdir. Baxın, bir də o mövqedə biz həm düşmən, həm də ki, özümüz şey yoxdur, birinin düşməni yox, həm də özümüz birinin düşməni. İndi burada deyir ki, onun da şikəst yeməsi, ya bizim də şikəst yeməsi bizim müşkülümüzdür, onun da şikəst yeməsi onun müşkülüdür. İndi bunu açacaqdır. در نتیجه کسانی که در هنر جنگ دستی tamam دارند می توانند خیش را شکست ناپذیر سازند. Onlar ki savaş sistemini başarırlar. İndi bu savaş sistemi deyib dostlar. Ordu ola bilər, yazı ola bilər, şeir ola bilər, musiqi ola bilər, sinema ola bilər, rəqs ola bilər, şəhərsazlıq ola bilər, təmizlik ola bilər, behdaşt ola bilər, hüququ yaxçı bilmək ola bilər, fikri, taza fikirləri ürətmək ola bilər, qədim fikirlərin altından qaçmaq ola bilər. Dostlarımızın biri, aşıqlarımızın biri, Allah səlamət edir, bir gözəl cümləsi var. Mən də bunu yazmışam, dostlarından da biri yazmışdı, mən başda buramdım. Deyir ki, mən öz düşüncəmin əsiriyəm. Biz vaqiyyət budur, düşüncəmizin əsasına yaşırıq. Əgər düşüncəmiz bizi Fars hakimiyyətin İranı qəbul elətdirməyə aparsa, biz düşüncəmizin orada, əslən hər cürə düşüncənin əsiri yox. Hər cürə düşüncənin əsiri yox. Biz düşüncənin əsiri yox. Bu düşüncə bizi azadlığa aparar, bu düşüncə bizi müstəmrə elər. Biz bu düşüncə ilə deyərik ki, İran dövləti və farslar gəlsinlər bizə dilimizi rəsmi eləsinlər, ya dilimiz rəsmi, onlar gərək eləyərlər, mədrəsə açarlar, müəllim verərlər, ya da gərək deyək ki, biz bu işi görərik. Pəs onlar ki, bir savaşa girirlər, o savaş hər sahədə ola bilər. İqtisad, fabrikalar, şəhərin təmizliyi, ədəblilik, qanunları nəqd eləmək, hər şeyə nəqd ilə baxmaq, hər şeyə şəkk ilə baxmaq. Bu bizim bir savaşımızdır. Deyil bu savaşda onlar ki, savaşçılar özlərin gərək şikəst yeməyən, yenilməz düzəldələr. İmkanpəzir olmasın. Yəni, farsca desək, ərəbcə desək, imkanpəzir. Bu yenilməməzlik özümüz gərək özümüz eləyək. ولی نمیتوانند با اطمینان خاطر دشمن را آسیب پذیر گردانند. Amma mən indi özümü yenilməməz elədim. Əvvəl brainwashdan başlayırıq. Yəni bizim beynimizi yıxılıblar. Biz fars kitabları oxuduqca bizdə brainwash olur. Ya gərək bunları oxumayaq, ya da əgər bir bəzi kitabları seçir oxuyaq, onları gərək çox nəqd ilə oxuyaq. Və bilək ki, hər kəlmədə bir güllə var ki, bizim zehnimizə vurur, bizi yusun, zehnimizi. Onda nə etməliyik? İndi biz özümüzü yıxıq. Əcəba düşməni yıxa bilərmiyik? Deyir ki, bunu itminanla deyə bilmərik ki, biz indi ki, yenilməz olduq, düşməni yıxa bilirik. Çünki düşmən də özünü yenilməz eləyibdir. Anki mərbut be mən است, o şey ki, mənə əlaqələndirir mənim özümü, میتوانم به انجام برسانم. من o iş ki mənə bağlıdır, onu gərək özüm yerinə qoyam. Deməyəm düşmən mənə bu işi görəcəkdir. و آنچه مربوط به دشمن است به هیچ وجه تأمین شده نیست. O şey də ki düşmənə mərbutdur, o da heç cürə imkansızdır, onu təmin eləməyək gərək biz. Məsələn, biz gərək niyə torpaqlarımıza Əhmədi-Necadı, nə bilim, rəis cumhurları, qabaqçı rəis cumhurları, indiki rəis cumhuru, nə bilim, dövlət adamlarını qoyaq. Həddad adili qoyaq. Niyə? Bu bir sualdır. Əgər bu düşmən gəlir bizim torpağımıza və biz ona hura deyirik, bir cümlə deyir ki, yaşasın Azərbaycan, biz ona deyirik, gəl mən də rəyimi verim sənə, yaşasın İran. Bu yəni ki, biz bilmirik hələ nə var, nə yox. آنچه مربوط onu da oxuduq. به همین دلیل گفته شده است که میتوان به چگونگی پیروزی علم و آگاهی داشت. Belədir, bu dəlillər ki, biz düşmənin mütməyin ola bilmərik ki, bizim agahlığımız özümüzə düşməni yıxmaq səbəbinədir, ya özümüzü şikəst napəzir eləməkdə, yenilməsizlik eləməkdə düşmənin sınmasına deyir ki, buna görə deyiblər ki, qədimçilər چگونگی پیروزی علم و آگاهی یافت. نه جور düşmənə zəfər eləyək, onu bilək, onu düşünək, onu tanıyaq. Hangi yollarla biz Farsı, İranı yıxa bilirik, dövlətimizi qura bilirik. Amma deyir, bunu bilmək, in ağahi lüzumən piruzi nemişəmən. Amma biz bunu bilməklə hətmən şey eləyə bilmərik. Biz görək çıxaq şeydə xiyabanda, şəhərdə bir işlər görək.
ki, düşməni yıxaq. Mən yeri gəldikdən bunları bir ağlıma gələnləri deyəcəm. Getdik 50-62-ci səhifəni başlayırıq. Şikəstnapəziri mərbut be difa است. İndi burada sözlərin üstünü açır. Deyir, şikəstnapəzir nə mənədir? O zaman ki, siz difa edirsiniz. İndi Ukrayna difa edir Rusiyanın qabağında. Şikəstnapəziri mərbut be difa است. Ukraynalılar halıdır. Və şans və ehtimal pürcüzü در حمله və təhacüm است. Siz o zaman ki sizə düşmən həmlə eləyibdi farslar, əgər siz özünüzü şikəstnapəzir eləmiş olsaz, burada şikəstnapəzir eləmiş olsaz, o sizi sındıra bilməyəcək. Diqqət buyurun. Çünki o həmlə eləyibdi. Farslar bizə həmlə eləyiblər, biz şikəst yemişik. Biz özümüzü şikəstnapəzir eləməmişimişik. Ukrayna həmlə eləyibdi, bir yerləri alıbdı, bir yerləri mühasirə eləyibdi, filan bəhmən, amma hələ ala bilməyibdi. Buna deyirlər, şikəstnapəzir eləyib özünü yenilməməz eləyibdi. Rusiya. Ukrayna. Rusiyanın həmləsi qabağında. Amma əgər bir millət istəyə, uda, tərəfi yenə, yəni şikəst verə. Bu nədir? Bu deyir ki, təhcə yolu bu piruzluğa, təhcə ehtimal, budur ki, həmlə eləyir. Həmlə eləməsən uduzarsan. Mən bunun üçün mütəqidəm. Traktorsazi hangi tim ki oyun oynur, daimən gəlir həmlə eləyir. Həmlədə hədəf budur ki, mən ona qol vuracağam. Gələk qol vurmaq üçün həmlə eləyir. Əgər difaya girsə, laki difayı farsında deyirlər, girdi ora, uduzmaqdır. Çünki o həmlə eləyir. Sən nə qədər özünü hazırləşmirsən ki, onun həmləsinin qabağında yenilməz olasan. Nə qədər də yenilməz olmasan, o bir yol tapacaq səni yıxmağa, sənə qol vurmağa. Sən gəlməyəsən, daimən həmlə eləyəsən, qoyməyəsən, nəfəs verməyəsən, biləxərə onu bir yerdən sındıracaqsan, daimən həmlə eləyəsən. Və ruhiyyən üstün olacaqdır. Difada ruhiyyə azalar zaman içində. Hey, o bizi vurur, biz indi məsələn bir nəfərlə boks edirik, soxub bizi quşuya, hey vurur, mən də hey əlimi tutmuşam burada. Sonunda bu məni bir yerdən vuracaq. Amma mən onu həmlə eləsəm, o düşəcək o vəziyyətə. Sonunda mən onu bir yerdən vuracağam. Hengami ki vəsail kafi در اختیار داریم o zaman ki əlimizdə lazım qədər vəsail var. Baxın, bizim əlimizdə lazım qədər nələr var? İranda, Güney Azərbaycanlıların və Türklərin əlində nələr var? 1. Torpaqları var. 2. Yolları var. 3. Suları var. 4. Adamları var. 5. Azdan çoxdan pulları var. Neyə bilərlər? Məsələn, mədənləri yolun bağlayaq. Qoymayaq buradan gəlsin, geçsin. 50 nəfər geçsək, dursaq yola, yol bağlanacaq, qoymayacaq geçsin bir şey. Necə ki, süngünü neçə milyard cərimə eləyiblər və bu cəriməni Tehran alıbdır, İsfahan alıbdır. Mühit-i görə Azərbaycanın mühit-i aradan aparıbdır, çevrəsin, aradan aparıbdır, meşələrin, yolların, şəhərlərin, kətlərin aradan aparıbdır, cərməsin kilman mis alıbdır. Bu necə ola bilər? Yer bizimdir. Adamlar da bizimdir. Dil də bizimdir. Azdan çoxdan savadımız da var. Biz gələk özümüz öz işlərimizi görək. Bunlar hamısı bizə imkandılar. Biz o zaman ki kafi qədər vəsailimiz var əlimizdə, onda gələk difa eləyək. Adamımız var, torpağımız var, suyumuz var, yerimiz var, atca dilimizi bilirik, atca yazırıq. İndi biz yenilməməzlik mərhələsini deyirik. Yəni, aşamasını deyirik. Aşama mərhələnin türkçəsidir, mərhələ ərəbcədir. Aşamasını deyirik. Yəni, nə mənə? Yəni ki, biz indi dilimizi örgəşməliyik, tariximizi örgəşməliyik, ədəbiyyatımızı örgəşməliyik. Hərə birin, lazım deyil mən dildə mütəxəssis olam, dedim. Mən lazım deyil ədəbiyyatda mütəxəssis olam. Mən lazım deyil, məsələn, mən jurnalismdə mütəxəssisəm, lazım deyil hamı gələ jurnalismdə mütəxəssis olam. Biri siyasətdə mütəxəssisdə, hamı qərar dəyəcək də siyasətdə mütəxəssis olur. Hərə bir şeydə bir mütəxəssis özü o sahəsində olsa, yetişər. Bu nədir? Deyir ki, bu zamanki vəsailimiz kafidir və özümüzü şikəstnapəzir eləmişik, düşmən də həmlə eləyibdir, biz burada özümüzdən difa eləyək. Pəs, əgər vəsailimiz kafi olsa, adamlarımız kafidir, savadımız hələ o qədər kafidir, dedik, biz o mərhələdə dəyirik. Biz hələ indi östürük özümüzü
hazırlayaq, şikəstnapəzir eləyək. Yəni yenilməməsiz eləyək. Biz yenilməyək, bu mərhələyə yetişək. Özümüzü buna hazır eləyirik, dil öyrəşirik, falan öyrəşirik. Amma əgər fərz edin, dil öyrəşmişik, tarix öyrəşmişik, bilirik torpaq nədir, vətən nədir, millət nədir, mənafe milli nədir, düşmən kimdir, bunları bildik. Burada biz yenilməməzlik mərhələsinə yetişirik ki, nədir düşməni qoymayaq keçsin, bizim mədənlərimizi talan eləsin. Nədir qoymayaq bizim, məsələn, pullarımız bahlardan çəkək, qoymayaq oranın bankına, məsələn. İran bahlarına, məsələn, qoymayaq. Bunlar o şeylər ki, biz özümüz eləyə bilirik. Məsələn, bizim məhəllələrdə gözəl təcrübə vardı. Sofyan şəhərində, Sofyan ki yox, Sofyan şəhərində bir gözəl təcrübə vardı. Adamlar yığışıblar, oturublar, bir sandıq düzəldiblər, hərə bir pul qoyur, bunu verirlər filan kəsə. Müşkülün həll edirlər, o birisi ayda verirlər filan kəsə, o birisi ayda verirlər filan kəsə. Yəni, nüzulsuz bir sistemdə, ribasız bir sistemdə özləri yaradıblar və özləri bunu işlədirlər və özləri sirvətlənirlər. Biz bunları yarada bilərik. Hər halda, pəs, o zaman ki, vəsailimiz kafi qədər var, onda difa edərik. Amma o zaman ki, vəsailimiz kafi qədərdən çoxdur. İndi deyək ki, biz kamil dilimizi öyrəşdik, vətənpərvərlik bildik nədir, beynimizi farsların 50 il, 100 il beyin yıxama sistemindən qutardıq, tariximizi bildik, musiqimizi, ədəbiyyatımızı filan bunlara gələ bildik, vətən bildik nədir, düşmən bildik nədir, millət bildik nədir, mənafe milli nədir, düşmən milli nədir, bunları bildik. Bunları biləndən sonra vəsailimiz də var, onda deyir, təhacüm eləyəcək, xəmli eləyəcək. 2 dənə bəs strateji var. Əslində 3 dənədir da. Biri budur ki, özümüzü yenilməməzliyə hazırlayaq. Ondan sonra yenilməz olandan sonra, əgər düşmən təhacüm edir, onun qabağında dayanaq, imkanlarımız olsa. Üçüncüsü də budur ki, əgər bizim imkanımız çoxdur, bizim məsələn imkanlarımızdan biri toprağımız çoxdur farslardan və üstündür onlara toprağımız. Çünki bizim topraqlarımız dağlıqdır və ağaçlıqdır və suluqdur, azdan çoxdan suyu var. Amma Farsistanın suyu yoxdur, ağacı yoxdur, filanı yoxdur. Bunlar üstünlükdür bizə. Yağışı yoxdur, qarı yoxdur, filanı yoxdur. Yəni, çox cəlibdir. Biz ona həmlə eləyə bilərik. İndi deyir ki, kəsan ki, karşınas və xubri در هنر دفاع هستند در 9 təbəqi zir zəmin məxfiyə şəvər. Difanın bir önəmi nədir? Difa eləyən gərək elə gizlənə ki, düşmən bunu axtarıb tapanmaya. Onun üçün bu bir dana ifrati kəlmə gətirir. Deyir ki, 9 qat yerin altına girməli difa eləyən ki, düşmən bilməyə hardadır. Çünki düşmən bilsə, mahvarədən baxsa, görsə sən hardasan, məsələn, bayraqlar göydən baxır, görür düşmən harada, tax, bir dana vurur, öldü, qutuldu, getdi. Amma əgər o özün yaxçı istitar eləyə biləydi, ya yaxçı gizlədə biləydi tabbiyələr, onda o da tapanmazdı, vuranmazdı. Bunun üçün deyir, o adam ki, difa edir. Yəni, məsələn, Ukraynalılar Rusun qabağında. Bunlar gərək gizlənələr, özləri müstətir eləyələr, görünməyələr. Çünki o adam ki, həmlə edir, onun ya, dedik, hər şeyi çoxdur. Adamı çoxdur, silahı çoxdur, təchizatı çoxdur, imkanı çoxdur, mahvarəsi var, filan var. Difa eləyənin imkanatı lazım qədərdir, amma çox deyil. Bunun üçün deyir, o adam ki, difa eləyir, o gərək, məsələn, indi biz hələ difa mərhələsinə keçməmişik farsların qabağında, vaqiyyət. Biz indi gərək özümüzü sürətlə hazırlayaq ki, özümüzü yenilməməz eləyək. Sonra da olar ki, həmlə eləyiblər 100 ildir, biz difaya qalxaq. Difaya qalxanda nə etməliyik? Biz, məsələn, deyək ki, indi istirik ki, özümüzü yenilməməz, məsələn, şəxsi olaraq mən, siz özümüzü yenilməməz eləmişik. Ayrılmışıq biraz dilimizi bilirik, biraz oxuyuruq, biraz tariximizi bilirik, biraz brainwash nəmənədir, bunu öyrəşmişik. Nə etməliyik? Çıxmalıyıq xiyabana, xiyabanda gecələr çıxmalıyıq əvvələ, qəranlıq olsun. Çünki hər yerdə kamera qoyublar, dürbün qoyublar, farslar şəhrin hər yerinə bizi görsə də görə bilər. Papaq ya maskla ya sərqətlə üz gözümüzü bağlırıq, hətta gözlərimiz də belə istəmirik görünsün. Əllərimizə əlcək giyirik, əllərimiz görünməsin. Gedirik xiyabana, məsələn, tamam fars yazılarının üstünə bir rəng atırıq. Qərə rəng, qırmızı rəng. Mücəssəmələri başarsaq, aradan aparırıq fars mücəssəmələrini, başarmasaq, onları da rəhlirik ki, getməsin. Elə rəngini rəhlirik ki, getməsin. Amuzüş pərvərişin idarəsinin içinə, məsələn, kotonunu tapatırıq. Məsələn, o zaman ki, öz adamlarımız da orada deyil. Məsələn, deyək gecə.
Çapxanaların tapırıq, hansı çapxana məsələn dərsi kitabları çap edir. Onları məsələn anbarların yandırırıq, dəstgahların xarab edirik, bu cür bir şeylər. Məsələn görürük ki, hansı ruznamələr farslarındır, onları almırıq. Onların dəftərlərini məsələn gecə təxrib edirik. Falan gətirmə, satma. Kitabları məsələn fars kitabları, bizim kitabları qoymurlar çox çap eləyək və bizim kitabların əslində dilimizin və kitabımızın qabağında durublar. Biz də nə edək? Məsələn, hər kitab ki farslar çap elirlər, hər nə sahədə olur olsun. Bunu alırıq, iskan edirik, PDF-ə çeviririk, qoyuruq şeyə. Millət almasın kitab, kağız kitabı almasın, bunu müftə götürsün. Burada nə olur? Onların kitab yazanı, kitab satanı, kitabı çap eləyəni və o kitabı paylayan şirkət hamısı vərşikəs düşür. Düşməni beləsi sındırırıq. Mütəvəccüh olursunuz. Çünki iqtisadi zərbə vururuq. Milyardılar zərbə dəyər. Deyək ki, 10 dana kitabı biz belə eləsək, 10 dana. Və 10 dana ruznaməni qoymasaq gələ Azərbaycan torpaqlarına. Farsların ruznaməni qoymasaq gələ. Milyardılar dolar onlara zərər dəyər. Hər gün. Hər gün milyardılar dolar, milyardılar tümən zərər dəyər. Bunlar o şeylər ki, biz difa halətində eləyə bilərik. Əlimizdədir və heç kəs də bunu biz tuta bilməz. Çünki əl gözümüzü yumuşuq, əlimizdə də əlcək giymuşuq ki, hər yerə əlimizdəydi. Orada barmaqlarımızın izi qalmasın. Nə olubdur? Düşmən bizi tapamayacaq, qutardı getdi. Hətta ağzımıza belə bir şey qoya bildik ki, danışsaq bir mövqedə səsimiz ayrı cür çıxsın. Məsələn, yanımızdan telefon ya ayrı bir şey də aparmırıq, qaçanda məsələn düşə yerə. Ondan sonra da 3 nəfərli, 4 nəfərli gedirik, bir-birimizin dalımızda dururuq. Əgər onlar həmlə edirlər, bizi tutarlar, biz də dördümüz həmlə edirik, onlar vururuq. Və əgər onlar silahdan istifadə edirlər, bizim də haqqımız vardır ki, silahdan istifadə edirik. Silah olmaz, bıçaq olar, bıçaq olmaz, ağac olar. Ağac olmaz, dəmir olar. Dəmir olmaz, mıx olar. Biləxərə bir silahdır, bunlar silahdılar. Əldən əlavə bir şey ilə yapışsaq, bu xudqar özü silahdır. Məni danışqah Təbrizin qabağında tutanda, vuranda ki, vururdular. Mənim əlimdə bir xudnevis var idi. O qələm. Qələmi cibimdən çıxartdım, ondan bunların bir ikisini vurdum. Onlar da getmişlər yazmışlar, bıçaqla bizi bıçaqladı. Dedik, bıçağı gətirin, gətirmə. Amma tüm o qələm baxalı qələm idi. O zaman məsələn İranda 25-30 min tümən idi. Onu oğurladılar, gətirib qoymadılar pərvəndiyə. Hər halda, davam verək. O adamlar ki, savaş sənətində mütəxəssislər, qarşınas mütəxəssis. Xübrə dilə həman mənada da ərəbcədir. Mütəxəssisin ya qarşınasın şeydir, ərəbcəsidir. Gərək difa halətində olarkən 7-ci yer altına gizlənir ki, bunlar tanım gələr. Mən bunlara görə misal da vurdum Güney Azərbaycanda nə etməliyik? Və kəsani ki, در هنر حمله və تهاجم متخصص هستند زبردست dedikdə 3 dənə şərtinə ançonan cabeca میشوند ki, گویی بر طبقه نهم آسمان پای میگذارند. Amma onlar ki, həmlə elirlər, elə onlar 9-cu göydədirlər ki, hər şeyi görürlər. Düşmən harda gizlənsə onu baxırlar, görərlər. Diqqət buyurun, məsələn, İran dövlət kameraları ki, qoyubdu, ya bəzi dəstgahlardan istifadə edir, filan bəhman, telefondan filandan istifadə edir, bir isimdən filan. Bunların hamısı ona görə ki, o özün üstdən görə. Deyir ki, biz də özümüzü o yerə yetərməliyik ki, elə bir 9-cu göydən yerə baxırıq və düşmənə şığırıq. Baxın, o uqab dediyimiz heyvan, qırğı ya şahin ya hər nə mənə ki deyirik, o göydən ki, quşu şikarı gördü, ona həmlə edir, o qədər sürətlə gərilişi deyirlər, bəzən 120 km/saatdə bunun sürəti var. Ona şığımaq deyirik türkçə. Deyir, şığıdı, bedin son qadirəndə əz xod mühafizət konən. Onlar gizlənəndə özləri mühafizət eləyə bilirlər. Bunlar da şığısalar özləri elə şığırlar ki, düşmənə fürsət vermirlər ki, bunları görsün və bunları vursun, bunları tanısın, hardadır. Bu mühümdür. Və fəth və zəfər tam və ərazi təmin edir ki, bunlar eləyə bilirlər bu şəraitdə ki, şığıdılar düşmənin üstünə, eləyə bilirlər ki, düşməni kamil halətdə piruzluğu, zəfəri qazansınlar, düşməni yensinlər. Kəsani ki, در هنر آمادگی برای دفاع کارشناس هستند. Onlar ki, difa üçün. Düşmən həmləli bir sürü difa eləyək, amma bir iddia adamlar difaya mütəxəssisdirlər. Deyil, bu mütəxəssislər معتقدن که به حساب آوردن نیروی موانع از قبیل کوه‌ها و رودخانه‌ها و گودال‌ها اساسی است.
Deyir ki, bu mütəxəssislər deyirlər ki, düşmən ki, indi həmlə edir bizə, onun qabağında məvani nədir? Diqqət buyurun, indi məsələn biz demişik ki, filan gün çıxaq günü Azərbaycanda şəhərlərə etiraza. Məsələn, bizim düşmən gələcək bizim üstümüzə. Biz bunların maneələri qabağında nədir? Yerə mıx tökmək, bunların motorların, maşınların pəncər eləmək. Daşdan, kəssəkdən, böyüklərdən qoyub ora yolu bağlamaq ki, bunların maşınları keçənməsin. Nə bilim, bu şəhridarinin aşqal qabıları zadlar var. Bunları yıxıb xiyabana tökmək ki, bunlar gələnməsin. Məsələn, yüzlər nəfər bir kələntərinin qabağında toplanır, bunlar bir yerə çıxıb gedənmir. Məsələn, deyirik ki, İmam Cümənin Təbrizdə Bağışımalı tanırlar dostlarımız. Bağışımalının ətrafı idarə ittilaatdır, nə bilim, İmam Cümədir, Bəsicin mərkəzidir, Sipah Pastaranın bir az mərkəzləri onlardadır. Kafir ki, məsələn, 5000 nəfər cidaq biz burada oturaq xiyabanda, bunların maşınları, filanların qoymayaq çıxaq, ondan sonra qalan yeri aldıq. Kafir ki, məsələn, bu şəhərdə 10 dana, 20 dana, 30 dana pasıqah var. Bunların gedək qabaqlarında hərəsində bir 50 nəfər dursaq, onlar çıxamayacaqlar eşiyə. Bu tərəfdən deyəcək, radio, televizyonu alacaq, oradan da ustandarını alacaq. Bunlar şeydir. Deyir ki, difa eləyəndə bu mütəxəssislər mötəqiddirlər ki, biz gərək görək hangi məvani vardır ki, təbii ya qeyri-təbii düşmənin hücumunun qabağını ala bilər. Nə mənə məsələn? Deyir ki, dağlar. Dağların arasında yol gəlir. Kafir ki 5-10 dana orada daş dığırladı sonra gələ düşə yola, yol bağlana. Bunlar hələ bir müddət orada qalarlar. Bir dəqiqə də bir dəqiqədir. Bir dəqiqə də yubansa bir dəqiqədir. Ondan sonra sular, körpülər. Bunlar eləyə bilər, mane olarlar düşmənə. Körpünü bağlasan, daha mane olar, gəlməz. Sala qalsan, gələ bilməz. Məsələn, xiyabana motor gəlir. Bəsidilər, filanlar. Bu maşının yağını dəyişirlər ha. O yağı səpsən xiyabına, o gələndə aşıb gedəcək. Bu rahatlıqda. Mıx töksən xiyabına, bir abış mıx töksən 50 dana maşını pəncər eləyəcək, ya 10 dana maşını pəncər eləyəcək. Koktol molotov. Bağlayacaq, hətta süpə ilə belə 200 metrədən atmaq olar, 150 metrədən atmaq olar. Atacaqsın, gedib düşəcək, patlayacaq, yanacaq məsələn. کاری میکنه که دشمن نداند به کجا حمله میکند. موانعden istifadə eləyəcəksə düşmən bilməyəcək hara həmlə eləsin. Və xüsusən bizim ki, tüm şəhər içindəyik, biz kafidir bu düşmənin pasıqahların, mərkəzlərin mühasirə eləyirsə, onlar hara geçsinlər? O deyəcək, mənim qabağımda mənə kömək gəlin, o birisi deyəcək, mənə ki, hamısı kömək istəyəcək bir-birinə, heç birisi də o birisinin köməyinə gedə bilməyəcək. Amma biz bir meydana yığışsaq, düşmən tamam niruların sipahı Aşuradan, nə bilim, oradan, buradan, hər yerdən yığıb gətirəcək ora. Kəsani ki, در هنر حمله کارشناسند, onu da ki, oxuduq. Həmli, üzr istəyirəm. Düşmən bilmirik ki, ifadə elə eləyəcək, düşmən bilməsin, biz hardan həmlə eləyirik və özümüzü gizli saxlayacaq. Düşmən bizim yerimizi bilməsin. Bizim gizliliyimiz bəzən çoxluqdadır. Bəzən çoxluqdadır. Məsələn, dostlar, mən qabaqcalarda demişəm, biz ağac əhməliyik. Biz hər nə meyvə yeyirik, onun dənələrin ağzımızın suyuna dəyməmişdən çıxadıb yığacaq, cebimizə dağda əkəcəyik. Hər yerdə əkəcəyik. Çünki ağac əhsaq, biz bir zaman savaş, istiqlal savaşında o ağaçlar bizi qoruyacaq düşməndən. Ağaçsız bir məmləkətdə siz özünüzü qoruyənməzsiniz. Əfqanistanlar nə cür 30 il, 40 il Rusiya ilə savaşdılar, Amerika ilə savaşdılar. Çünki hər yer ağaçlıqdır. Və bu ağaçların altında gizlənə bilirsiniz. Amma bizim ağaçlarımız olmasa biz gizlənənmərik. Bunun üçün bizə ağac mühümdür. Hətta indi gene Türkiyənin xəbərlərində görürdüm. Ukraynanın bəzi yerlərində urman savaşları başlayırdı. Urman yəni ağaçlıq. Meşə biz deyirik Türkçə. Meşəlik savaşları başlayıb. Yəni mənə mən də meşədiyəm, düşmən də girib meşəyə. Məndə hər ağac bir səngərdir. Və onun dalısında bilmir nə var düşmən. Bunlar mühümdürlər. Bizim üçün biz gərək bunları görək. Kəsani ki, در هنر حمله کارشناسند, onları ki,
həmlə eləməkdə mütəxəssisdirlər. Mötəqidən ki, be hesab averdن fusul və vəz münasib zəmin əsasidir. Onlar mötəqidlər ki, həmlədə indi biz qış fəslində həmlə edirik, yaz fəslində həmlə edirik, yer palçıqlıqda həmlə edirik. Nə cürdür bunlar? Bunları baxırlar, bunlar yağışa, qara, nə bilim, yerin vəziyyətinə baxırlar. این گروه‌ها توجه به موقعیت طغیان رودخانه ها و آتش را مورد استفاده قرار میدن. Bunlar deyirlər ki, biz hardıyıq, düşmən hardadır. Biz dağdıyıq, düşmən düz aşağılıqdadır, görürük. Yoxsa düşmən üstədir, biz aşağıdayıq. Biz ağaçlıyıq, ağaçsızlıq yox. Biz daşlıqdıyıq, daşların dalısında gizlənə bilirik, yoxsa düşmən hardadır. Bunlar və ha belə çayda, çaylarda, sularda bizdə hələ o qədər böyük sular yoxdur. Və od. Od da mühümdür. Harda od yandırsaq biz harda düşmən bilər və dəcür biz düşməni odla qabağını alaq məsələn. Bunlar o şeylərdir. Məsələn deyirəm. Bir yerə dedim məsələn benzin tökürsən ya neft tökürsən ya maşın yağı tökürsən, əvvəl maşınları yıxılır. Hətta caddədə böyük maşınlar, tancı yox amma böyük maşın, məsələn maşınları zülləyə bilər sürətləri olsa. Həm də ki od vura bilirsən bunlara. Od vurursan qalırlar. Ta onu söndürələr, جلەlər. کاری میکنند که دشمن نداند کجا خود را آماده کند و حمله کند مثلا. Deyir ki, bir iş görürsünüz ki, bu yerdən, oddan istifadə edirsiniz, bir düşmən bilmirsiniz, hardan həmlə edirsiniz. Yəni mümkündür ki, məsələn bu son şeydə Alparslan'ın serialında, şimdi Türkiye'de gedir o dizide, məsələn gördük ki, gecə gəldilər, hamı səs saldı, amma çoxlu od yandırdılar. O tür ki, düşmən dedi ki, burada onlar min adam gəlib həmliyə və bunlar məsələn çoxlu adamdılar, çıxdılar, qaçdılar. Düşmənə bunları qabaqcan demişik, çox olanda az görsədin, az olanda çox görsədin, düşmənə yaxın olanda özü uzaq gedin, uzaq olanda özü yaxın gedin. Bunlar o rəvani savaş sistemidir. Deyir ki, حمله را به سان سائقه‌ای که از آسمان نه می‌جهد به راه می‌اندازید. Baxın dostlar, fars dili zəifdir. Mən nə deyim axı? Bax bir cəhidən hoppulmağa deyər. Hoppularsan üstə. Aşağıya hoppulmağa cəhidən deməzlər. O düşmaqdır, şığım. Bizim dilimizdə şığımaqdır. Şığır, 9-cu göydən yerə şığır. Çok güzeldir bizim dilimiz. پیشبینی پیروزی که هر کس میتواند آن را پیش بینی کند نشان میدهد که کارزاری زبردستانه است. Deyir, əgər siz bir piruzluq qazanasınız, zəfər qazanasınız, düşməni yenəsiz, düşməni udasınız, düşməni uduza. Deyir, əgər bunu hamı bilsə ki, belə olubdu, ola bilər, deyir, o piruzluq deyil ki. Zəbərdəstanə, yəni təcrübə üzü ilə, elm və bilici üzü ilə deyil. Getdik 33-cü səhifəyə. Hengami ki han hese. Burada bir dənə kəlmə işlədibdir. Han dedim ki, türkcə xan kəlməsidir. Belə olubdu. Və bu Moğollardan gəlmə kəlmədir ehtimalən. Mən bilmirəm, dilçilər bunları bilirlər. Amma mənim də belə zehnimə gəlir ki, xan sözü Moğoldan gəlmə olacaqdır. Ya, hər halda bu gün türk sözüdür. Və Farsiyə də keçibdir. Bu kitabda xan sözünü deyir. Məsələn, burada xan Həsən. Həsəni iki gözlü H-yə yazıb ki, bəlli olmasın Həsəndir. Diqqət buyurursunuz. İki gözlü H-yə yazıb ki, biz deyək ki, bu bir Çinli addır. Amma Həsən müsəlman adıdır, Türk müsəlman adıdır. Xan da müsəlman adıdır. Deyir ki, hengami ki xan Həsən, Həsən xan deyək da, məsələn. Dövləti Şato ra az miyan bərdaş, Şato adlı bir dövləti aradan götürdü. Qəbl az çaşt əzimət kərd. Çaşt bilmirəm, fikir edirəm türkcə sözdür, amma kamil bilmirəm. Bəlkə də hindicə sözdür. Bəlkə tələffüzdən mənə belə gəlir ki, əlbəttə ola bilər türk olsun, mən bilmirəm. Hər halda deyir ki, biz buna ərəbcə, farsca deyirlər subhanə. Amma biz buna nəşdablıq deyirik, qəhvaltı deyirik, nə bilim, belə bir şeylər. Deyir ki, dedi ki, subhanədən öncə gələcək yetişək, qeydəcəyik. Həmliyə çıxanda, ora gedir ki, o düşməni yıxa, dedi ki, subhaniyə qeydəcəyəm.
و گفت ما برای از میان برداشتن ارتش شاتو حرکت میکنیم و برای چاش برمیگردیم. Dedi ki biz gedirik şatonun ordusunu aradan aparaq və Supaniyə qeydəcəyik sübh tezdən. Deyək ki saat 5-də dedik gedirəm, saat 9-da da məsələn Supaniyə gəldik. Dedi ki mən gedirəm 9-da qeydəm. Bu Həsən xan, Həsən xan. Generalها که ناامید بودن تظاهر به موافقت کردن. Generallar dedilər olan bu nədir? Bu xan nədir? Həsən xan nədir axı? Məsələn biz gedəcək düşməni yıxaq, qeydıq gələk, Suphaniyəyik. Ola bilər. Amma təzahür elədilər. Yəni üzlərində göstərib deyirsiniz, tamam, buyurun gedək. Həsən xan ارتش خود را پشت به رودخانه به خط کرد. Götdü apardı düşmənin yanına. Düşmən dağdadır elə bilin. Bunlar da aşağıda, amma burada bir çay var. Çayın qırağında xəttə düzdü. Üzləri düşmənə tərəf, arxaları, belləri çaya tərəf. Rudxanə çaydır türkçəsi. لشکریان شاتو که از فراز can پناههای خود آنها را مشاهده می‌کردند به قهقه خندیدند. Onlar ki üstdə gizlənmək yerləri vardı, səncərləri var idi, daşın zadın dalısında gizlənmişlər. Oradan baxdılar, dedilər ki, gəliblər səhər tezdən istirlər bizi vuralar bunlar. Dərədə, dərə qırağında durublar, səfər durublar, biz də dağın üstündə. Bunlar bizi vura bilməzlər. Və با این عبارت وی را به مسخره گرفتند که belə dedilər. General Han به رهبری ارتش آگاهی نداد. Bu Xan general əslən bilmir ordunu nə cür savaş apararlar. Xan Həsən ləşkəri şatoru dərhəm, amma o onların deməklərinə baxmadı. Xan Həsən xan onların ləşkərlərini aradan apardı və pəs az xoردن çaş sübhanəsin gedi Şingan onların fərmandehləri imiş, onu edam elədi. این پیروزی نمونه وضع و موقعیتی است که مردم عادی بر آن بصیر نیستند. Deyir bu siz gedəsiz. Bir əvvələn özü yenilməz eləmişsiniz. Ondan sonra təhacümə hazır olmusunuz. Getmisiniz. Düşmən sizdən üstdədir. Mövqeyiyyəti yaxçıdır, coğrafiyası. Amma siz eləyə bilirsiniz ki, bir taktik götürəsiniz ki, onu sındırasınız. Bu deyir, adi millət bunu bilməz nədir. این پیروزی نمونه oxuduq. نفس پیروزی در کارزار و به طور عام کارشناس elam şudan زبردستی نمیخواهد. Deyir ki, پیروزluğun özü qazanmaq, yenmək gücü, bunun özü savaşda, ümumi vəziyyətdə bir xübrəlik istəmir, bir zəbərdəstlik, bir mütəxəssislik istəmir. Yəni çox mühüm deyil ki, bu cür ola. Zira kork dostlar, kürk deyirik Türkiyədə, kork olub Farsçada, kürk. Bu heyvanların, tühlü heyvanların tühləri payız zamanında değişər. Əski tühlər köhnəliblər, onlar gedər yerinə cavan çıxar. Onlar ki köhnədilər çıxırlar, onlar öz-özünə qopallar çıxarlar, tökülərlər. Onları kürk deyirik. Kürk. Deyir, kork payizی را از زمین برداشته نیروی نمی‌طلبند. Siz o kürklər ki yerə tökülüblər payızda, onları yerdən götürmək güc istəmir ki. Yəni önəmli deyil ki, sadə bir piruzluğu ələ gətirəsiniz. فرق نهادن میان خورشید و ماه دلیل بر روشنبینی نیست. Deyəsən ki, bu aydır, bu da gündür. Mən o qədər ağıllıyam ki, ayla günün fərqini deyil. Bu da önəmli deyil. Çünki bunu hamı bilir. Hamı bu işi içişi görə bilər. شنیدن صدای رعد دال بر داشتن گوش تیز نیست. Bu ki siz ıldırımın səsini eşidirsiniz, bu buna dəlil deyil ki, sizin qulağınız çox səsləri eşidir. Bunlardan nə deyir dostlar? Deyir ki, kiçik şeylərdən özünüzü tovlamayın. Hamiyə bəlli olan şeylərdən özünüzü tovlamayın. Siz əgər istəyirsiniz düşməndən ittilaat alasınız, gərək onun o şeylər ki düşmən istəmirsiniz, biləsiniz, örgəşəsiniz, eşidəsiniz, onları eşidəsiniz. Yoxsa o şey ki düşmən bilir, örgəşi elə də deyir ki biz onu eşidək və inanaq güclüdür, onu yox. O şey ki gizlədir, o mühümmüdür. Məqsud sontuza az kork payizی kork خرگوش است. Doğuşanın, xərquş doğuşan. Doğuşanın tüküdür ki, dedik payızda tökülər. Vaxtı payız fəram girəsə, bir nəhayət səbuk vəznə است. Əslən, yel bunları daşıyar. Bəzi güllər də var, bilirsiniz ki, farçı qasidəş deyirlər məsələn. Bu, yel bunları daşıyır. Bunlar ərzişi yoxdur ki, bunlara biz deyək ki, böyük, bunları daşımaq, yaxşı eləmək deyil.
در ازمینه قدیم در eski zamanlar çağlarda کسانی که در هنر جنگ کارشناس خوانده می‌شدند در جنگ علیه دشمنی غلبه می‌کردند که پیروزی بر او آسان بوده است. گره burada yazıydı ki asan می‌شده است مثلا beləsi. Deyir ki o adamlara qədimdə deyirlər ki savaş mütəxəssisi ki düşmənə qələbə eləməkdə, düşməni yenməkdə düşməni yenmək onlara rahat idi. Cümlə farsça qələtdir. İstəyir ki, düşməni rahatca yıxa bilirdilər, uda bilirdilər. Bunlara deyirdilər mübarizə. Yoxsa biri gedirdi orada hey savaş idi, bir uzun savaş ona demirdilər. و به همین دلیل پیروزی هایی که توسط یک استاد هنر نظامی به دست می آمده سبب نمی شده است که وی را به عقل و درایت معروف شود و یا به şücaət şöhrət yabad. Deyir, əgər savaşı sürətlə almasaydı, savaş qazanmasaydı, udmasaydı, qədim zaman bunlara deməzdilər ki, bu adam ki, savaş mütəxəssisidir, bu adam məsələn çox ağıllıdır. Ağıllı odur ki, sürət ilə savaşı qutarar. Əgər savaş neçə aylar, neçə illər çəkirsə, bu ağıllılıq da, hətta deyir, onları millət deməzdir ki, bunlar çox şücaətlidirlər. Deyir, belə bir şeyə şöhrət tapmazdılar, məşhur olmazdılar. Şöhrət və məşhur ərəbi sözdür, bunun yerində tanınmaqdır türkçəsi. Fəth və qələbi ki, qəbl az təbəlvur vəziyyət به دست میآید از میدان فهم عموم خارج است. İndi bu da bir şey deyir. Deyir ki, hamının intizarı var ki, Rusiya gedə, sürətlə Ukrayna ala. Çünki həm qudrəti, ordusunun qudrəti, həm silahlarının gücü, həm toprağının böyüklüyü, həm adamının çoxluğu neçə qat, deyək ki, 9 qat Ukraynadan çoxdur. 9 qat. Deyir ki, əgər bunlar gələrlər burada, sürətlə bir-iki gündə bu torpağı alırlar. Ya hətta dava eləməmişdən Ukraynalıları elə eləyərlər ki, Cəngirəvanidə şikəst yerlər və təslim olurlar. Deyir, bunda millət baş tapmaz ki, nə oldu? Deyərlər ki, bunlar şüca deyirlər. Savaş, çünki fəqət savaşdan öldürsən, ölsən də nə deyərlər şücaətli. Amma əgər sən siyasət ilə düşməni təslimə məcbur eləyəsən, onda deyirlər, çünki bu əql ilə gedibdir filan bəhman, bunlar savaşmırlar, şüca deyirlər. Deyir, bu umum xalqın ağıl və dərrakəsindən uzaqdır. Binabərin kəsi ki, memar üçün qələbəyiz, be heç vəqt betizuşi və dirayət şöhrət demiyor. Əgər bir adam savaşmadan düşməni ordunu gətirir, amma savaşa girmədən düşmən təslim olur. Deyir ki, buna deməzlər ki, bu nədir? Belə bir qələbənin memarına deməzlər ki, bu şücaətlidir, huşludur, dirayətlidir. Çünki fəqət insanların zehnində var ki, savaşsalar şücaətlidirlər, əqillidirlər filan. Savaşmayanda savaşı görmədikləri üçün inanmırlar ki, bu adam şeydir. پیش از آنچه تیغه شمشیر وی به خون آغشته گردد کشور دشمن تسلیم می‌یابد. Deyir ki, bu savaşda elə bir savaşdır ki, bir cəngi təbliğatı ilə, casusi ilə, filanla, bəhmanla düşməni təslim elətdirir. O qədər bu güclüdür ki, ordusunu da gətirir bunun mərzinə, sərhəddinə, şəhrinin yanına. Amma qılıncın düşmənin qanına vurmadan, batırmadan şəhri təslim alır. Məmləkəti təslim alır. Bu istəyir desin ki, əqilli savaşçı budur. Ki, düzdür millət deyəcəklər, bunlar şüca deyirlər, filan bəhman. Düşmən rahat təslim. Amma xəbərləri yox ki, bu təslimin dalısında nə qədər əqil gücü, bərnamə, strateji, casuslar, filanlar, bəhmanlar, hamısı işləyib. Sonra deyəcək ki, hamısı bir əl kimi olur. İndi bunu mən misalında vuracağım. هنگامی که شما بدون نبرد دشمن خود را تسلیم می‌کنید چه کسی شجاعت شما را اعلام می‌دارد؟ Deyir, əgər siz gəlirsiniz düşmənin şeydirsə, amma düşmən sizə təslim olur. Savaşmır. Deyir, onda kim sizə deyir ki, bunlar şücadılar? Təkrar edir. Zira این سن کارشناس بدون رفتار خطا پیروزی‌های خود را به دست می‌آورد. Deyir ki, çünki belə bir mütəxəssis piruzluğu ərə gətiribdir. Deyir, bu adam elə bir adamdır ki, bir xəta görmədən eləyə bilir ki, düşmənin inəsini təslim eləsin. Rəftar xəta, yəni hər kari ki, bekonəd, piruzi را təmin می‌کند. Deyir, rəftar xəta, yəni hər nə iş görür, görsün, amma elə ki, piruzluğu qazansın. Və düşməni ilə ki, zaten şikəst xordə əs məğlub minmayır. Amma
düşməni də ki, içəridən şikəst yiyib, ruhu şikəst yiyib, şikəst eləsin. Hər halda dostlar, burada vaxtımız qutardı, 4 saniyəmiz qaldı. Sağ olun, görüşərik.